Qoç bürcündə doğulan insanlar alovlu xarakterləri, cəsarətləri və önə çıxmaq bacarıqları ilə seçilirlər. Həyatda daim irəliyə baxırlar, yeni ideyalar və təşəbbüslərlə doludurlar. Onlar riskdən çəkinməz, çətinliklərlə üzləşdikdə geri çəkilmək əvəzinə onları fürsətə çevirməyi bacararlar. Qoçların enerjisi adətən yüksək olur, məqsədlərinə çatmaq üçün yorulmadan çalışırlar. Müstəqil ruhlu olan qoçlar azadlıq anlayışına çox dəyər verirlər. Onlar üçün sərbəst qərar vermək və bu qərarların arxasında durmaq həyati əhəmiyyət daşıyır. Lakin bu özünü ifadə etmək arzusu bəzən onları təkəbbürlü və inadkar göstərə bilər. Digərlərinin fikirlərini qəbul etməkdə çətinlik çəksələr də daxili güclərinə güvənərək yollarını özləri müəyyən edirlər. Qoçlar üçün həyat daim hərəkətdə olmaq və yeni zirvələrə çatmaqdır. Qoç bürcünün güclü və zəif cəhətləri. Qoç bürcü altında doğulan insanlar həyatda daim ön sıralarda olmağı sevirlər. Onlar üçün liderlik sadəcə bir bacarıq deyil, təbiətlərinin ayrılmaz hissəsidir. Cəsarətləri ilə risklərdən qorxmadan irəli atılar, təşəbbüskar olduqları üçün ətraflarına da motivasiya verərlər. Qoçlar enerjiləri ilə insanlara ilham verər, məqsədlərinə çatmaq üçün yorulmadan çalışarlar. Onların bu azimli ruhu çox vaxt ətrafdakıları da hərəkətə gətirir, amma hər güclü tərəfin bir kölgəsi də olur. Qoçların yüksək iradəsi bəzən inadkarlığa çevrilə bilər. Onlar öz fikirlərində israrlı olduqları üçün qarşı tərəfi dinləməkdə çətinlik çəkə bilər. Həmçinin səbirsizlik və tələskənlik onların tez qərar verməsinə, bəzən isə düşünülməmiş addımlar atmasına səbəb ola bilər.